Nəfsə, gözə inanmayan mən artıq nəfsə də inanıram, gözə də inanıram, insanların bir-birinə paxıllığına da inanıram. Deməli, o günlər mənə qızlar pitmintukamızı yuduzdurmağa gedəndə bizdə elə bir su biraz kirəçlidir. Yəni ayda bir dəfə yuduzdururuq. Yuduzdurmağa gedəndə axı üzük də almağa getmişdim. Getdim, üzük aldım maaşımla. Yaxşı ki, mən valla bir şey aldım. Hamısı razı nəfsini qoydu. Pitmintuka elə bir ki, nəfsə düşdü. Heç pitmintukada gəldi, taxdıq işləmədi. Səhərsi gün yoldaşım bir də apardı, düzəltdirdi, gətirdi. Bu səfər də pitmintuka işlədi, kuxnanın suyu işləmədi. Yoldaşım təzədən sökdü, kuxnanın suyunu düzəltdi. 2 gün oxşum susuz qaldıq. Ona görə də mətbəx dəydi bir-birinə, qav, qaşıq, aləm, nə günə qaldıq. Və buraları belə yığışdırdım. Orada suyu niyə açıq qoymuşam desəniz, bizdə birincisi kaçalka suyudur, həyətimizdəndir. Ona görə də suyu həmişə biraz açıq qoyuruq ki, isinsin. İkincisi də ki, orada belə deyim də, kanalizasiyanı yoxlamaq üçün açıq qoymuşdum. Və qızlar, heç kimin paxıllığını çəkməsin, nəfsini qoymasın. Hamı valla əziyyətlə qazanır. Ağacdan yarpaq deyil, yığmırıq. Konfet kağızı deyil, yerdən tapırıq. Hamı əziyyət çəkir, gecəsini gündüzünə qatır. Mən də sizin kimi komanda qururam, gecə-gündüz çalışıram, işləyirəm. Siz də qazanmaq istəyirsinizsə, mənim əlaqə nömrəmə müraciət edin. Mən də sizi öyrədim. Mən paxıl bir insan deyiləm valla. Və Instagram səhifəmə mütləq takib atın. Storylər həqiqətən boldur, maraqlı məlumatlar paylaşıram, gözəl storylər paylaşıram. Belə qızlar, nə bilim, göz qoyanın gözü çıxsın.